Salam, hər vaxtınız xeyir olsun. Değerli YouTube izləyicilərimiz, bu gün çəkib təlimizimiz mənzilimiz Xırdalan şəhərində, Heydər Parkına piyada məsafədə daş binada 4 mərtəbəli binanın 4-cü mərtəbəsində üstü betondur, şiferdir. Radlı 2 otağın 3 otağa düzəldilmiş bir mənzil sizə çəkib təqdim edirəm. Mənzil çəkişinə qonaq otağından başladıq. Qonaq otağı sağ stüdiyo olub. Bura oldu yataq otaqsı, gördüyünüz kimi. Belə bir yataq otaqsı var. Təmirdən yeni çıxıb. Əşyalar evdə qalacaq. Daş binadır. Qoşu qapı proyektdir. 2 otağın 3 otağa düzəlməsidir. Değerli izləyicilərimiz, bura oldu qonaq otaqsı, sağ stüdiyo. Yataq otağını bir elə göstərdim sizə. Bura giriş qapısıdır, dəhlizdir. Burada şkaf yığa bilərsiniz. Bura oldu sanuzeli. Ayaq olsa hamam bir yerdədir. Gördüğünüz kimi değerli izləyicilərimiz. Qiymət şərhləməsi qeyd olacaq. Kupçalı mənzildir. Alıq-satqı notarilə qayda aparılacaq. Bura isə əvvəllər mətbəx olub. İndi isə hal-hazırda uşaq otağı olunubdur. Değerli izləyicilərimiz. Gördüğünüz kimi belə bir mənzildir. Kanala abunə olmağı unutmayın. Sizin də açıq hər hansı bir daşıma zəmanlaşınız varsa bizimlə uşaqlayıb satışında vasitəsi ola bilər. Məndən bu gün bu qədər. Sağ olun değerli izləyicilər.